Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün sizinle pazarlık vlogu paylaşacağım. Kısa olmasın diye temizlik vlogu da əlavə etmişəm bura. Həzi Aslanov'da olan Hiper Bravo markete yollandıq. Biz aylıq bazarlıqlarımızı həmişə buradan edirik. Amma bu bir aylıq bazarlıq deyil. Evdə olmayan ərzaqlara almağa getmişdik. Bu stendlərdə endirimlər var idi. Çayniklər 13 manata, bu termoslar 17 manata düşmüşdü. Amma yəni nə dərəcədə isti saxlayır. 2 manata qablar var idi gördüyünüz kimi. Soba üçün yaxşı qablar var idi orada. 10 azenə düşmüşdü. Məndə olduğu üçün almadım, amma onlar çox keyfiyyətli idi. Bunlar xoşuma gəldi, amma yaya daha uyğundur məncə bunlar. Daha sonra Sleepy'dən belə bir pampers götürdüm. Əslində Yusif üçün başqa bir pampers istifadə edirdim, amma dəyişmək istədim. Bravo'da bu brend çoxdan var. Burada da endirimlər var idi. Uşaq paltarlarını xoşladım. Yusif üçün kurtka almaq istəyirdim. Amma təəssüf ki, çox balaca oldu. Bu kurtkanı almaq istəyirdim. Əslində 2 yaş üçün idi, amma çox balaca oldu. Kızlar, bunu bəyəndim. Sizcə necədir? Endirimə düşmüşdü 100 azenə, 70 azenə. Götürmək istədim, amma çox nazik idi. Payız üçün idi. Yəni ücretə payız gedib deyə bilmirəm. Götürə də bilərəm yəni. Sizcə götürüm yoxsa yox? Başqa məhsullarda da endirimlər var idi. Mən bir qismət çəkə bildim. Garnier'in maskalarında da endirimler var idi. Mən də birini götürdüm. Və alışverişimiz bitdi. Əslində çox bir şey almadıq. Evə lazım olan şeyləri aldıq ancaq. Və qayıtdıq evə. Ve başlayaq bunları yerləşdirməyə. Deməli, orada da dedim ki, Yusifin pampresini dəyişdim. Nə səbəbə dəyişdim? Yəni, hər kəs istifadə edirdim mən. Amma o artıq son zamanlarda sızdırmaya başlamışdı. Mən də dəyişmək qərarına gəldim. Slip aldım. Bilmirəm bu nə dərəcədə yaxşıdır. İstifadə edib baxarıq. Çitosun bu növünü çox sevirəm. Yusif üçün bu peçeni də alıram həmişə. Daha sonra belə bir şey aldım. Bundan məndə var idi, amma xarab olmuşdu. Yenisini aldım. Bir də belə bir əlcək aldım. Qab yumaq üçün istifadə etməyə. Əllərim çox pis olur. Suya vuranda qızarır. Zeytun yağını Yusifin yeməkləri üçün alırdım, amma artıq öz yeməklərimizə də ona verdiyim üçün öz yeməklərimizə də istifadə edirəm. Belə bir makaron, qreçka, un, konfet. Bu konfeti yoldaşım ara bir içir, ona görə onun üçün almışıq. Mən xoşlamıram o qədər də. Sabun. Bir paketi bitirdik, indi isə keçək ikincisinə. Deməli, bir salfetkanı biz ancaq bu sundan alırıq. Keyfiyyəti yəni yaxşı olur, tez əldə cırılmır. Bu konfeti isə birinci dəfə idi alırdım. Yəni konfet kimi də deyil, şirniyyat kimi bir şeydir, yəni pis deyil, yaxşıdır. Daha sonra belə bir düyü, makaron, kələm. Kələmi əslində dolmalıq üçün almışam, amma bilmirəm nə dərəcə yaxşı seçmişəm. Birini də bitirdik paketin, keçək üçüncü paketə. Mən Yusif üçün belə bir kukruz aldım. Əslində heç vaxt almamışam, birinci dəfə də alıram.
Amma çox xoşuna gəldi. Demək olar ki, marketdə yedim. Biz kolbasa, sosiska çox yemədiyimizə görə çox almadım. Balaca aldım ki, ona da pizza bişirəcəm. Belə bir sabunlar aldım. Bunların qoxusu çox qəşəng idi. Daha sonra Yusif üçün belə bir tvarok. Bu çox yaxşı olur, yumşaqdır. O birilər çox bərk olur. Daha sonra tost üçün belə bir pendir, nahar üçünsə belə bir yağ aldım. Roşenin bu şokolatanı çox sevirəm. Bir də bu başqa növü idi, üstü sini olan idi, amma onu çox sevmədim. Bu isə üz üçün tökən kremdir. Əslində parça maskalar çoxdur evdə, amma bu endirimdə olduğu üçün və yaxşı marka olduğu üçün aldım. Meyvə tərəvəz marketdən almırıq. Bu amma Bulgar pomidor olduğu üçün aldım. Sonra belə bir qabyuma gel. Əslində mən bunları Faberlikdən vururam. Sadəcə bitmişdi. Onu da gəldiyini gözləyə bilmədiyim üçün aldım. Yusif üçün belə bir kaşa aldım. Bunlar da endirimə düşmüşdü. Daha sonra pizza üçün belə bir pendir, yeməklərdə də istifadə edirəm mən. Bu duz isə mən əslində bunu süfrə üçün nəzərdə tutmuşdum, amma iri duz imiş. Sonda isə kök, bu kökləri təmizləyib, tyorkadan keçirib buzluğa yıxacam. Və bitdi, bu qədər. İndi isə yerləşdirək. Soyuducumda belə bir bölmə var. Bura balıq, ət üçün nəzərdə tutulub, amma mən bura səhər yeməyinə aid olan pendir, yağ, belə bir şeylər, xırda bir şeylər olduqca belə yığıram. Aşağısını da xolodilnikə qoyuram, çünki hələ istifadə etmirəm. Burada peçenyası da hələ var. Ona görə çox olduğu üçün xolodilnikə qoyuram. Belə bir düyü var idi. Yarısını istifadə etmişəm. Bunu da üzərinə əlavə edirəm. Ayrı qabarda saxlamıram. Bu duzunu, tozuna bir baxın, nə qədər toz çıxır. Bu duzu deyirdim, mən alarkən baxmamışam üstünə. İri duz imiş, elə bildim ki, xırdadır. Açanda da təəccüblənirəm ki, bu niyə belə iridir.
En sevdiğim ise bu Big Fox konfetlerdi. Bunlar Bravo'da olmadığı için alabilmedim ama rahat markette her zaman olur. Erzakları yerleştirirdim. Gördüm ki tozlanıb şkaf. Bunları yığışdırıb tozlarını alıp sonradan yığmaq qərarına gəldim. Bunun içinde nane var. Bunu Mini rayonda vermiştiler. Həmçində bunu da rayondan göndermiştiler. Bunun da içinde adı yadımdan çıxdı. Nəsə siz bildiniz. Bir de ədviyyatlar çox da istifadə etmirəm. Yəni ancaq duz, istiyot, sarı kök, istiyot da çox qədər də yox. Məsələn orada gördüyünüz kimi çeşli otu falan var ama qalıb orada iyili çay falan xoşlamıram deyə heç istifadə etmirəm. Bu da üzərlikdir, içində az qalmışdı. Belə balaca bir qaba yerləşdirib qoydum. Əslində üzərlik qabım böyük olur. İndi üzərliğim bitdiyi üçün azdır. Bu otlar isə rozmarindir, saçım üçün almışdım. Bu isə gizli tikandır. Bunu da deyirlər ki, saça xeyirdir, amma mən heç bir xeyrini görmədim bunların. Ya da mən tek başına istifadə etdiyim üçün xeyrini görmədim. Bu da nanədir, nanədən biraz bala. Aşağıda qablarda varımdı deyə bunları hələlik istifadə etmirəm. Bitdikcə əlavə edəm. Bu isə suxarikdir. Kotlet, toy kotleti falan edəndə vururam. Burada da belə bıçaq dəstim, qaşıq dəstim var, onları qoymuşam. Bunları da istifadə etmirəm. Amma götürüb tozlarını silib hər dəfə qoyuram yerinə. Bu şkafların materialı yaxşı deyil. Neçə düşən kimi var ki, getməz çox. Bunlar məsələn getmir. Nə qədər silsəm də, vasitələr vursam da getmək bilmir. Bu iç tərəfləri də bu şeydir. Baxın, belə qara-qara çıxı-çıxı bir şeylər var. Telefon tam yaxşı ötürmür. Əslində belə baxanda çox da görsənmir, amma videoda bu çox bilinir. Baxın. Bunlar heç getmir də demək olar ki, ancaq tozlar silinir. Yəni indi düşünə bilərsiniz ki, salfetka ilə silirəm, amma yox, yəni başqa vaxtlar dəsmalla da silirəm, getmir. Bunlar üçün də bu qablardan almaq istəyirəm ki, hamısı eyni olsun. Sadəcə o qablardan tapa bilmirəm. Bir dəfə elə 12 dənə aldım, ondan sonra onlardan da tapa bilmirəm. Var yəni, amma qapaqları başqa rəngli olanlar var. Sırf bunlardan yoxdur. Bura isə artıq qalan məhsullardan da qoyuram. Çünki bunları tökməyə qabım yoxdur. Yəni bura qoyuram ki, o birilər bitdikcə buradan götürüb o qablara əlavə edirəm.
ise mebelin öz rengi gedib, yəni ləkə deyil. Bu qıraqlar da belə balaca atıb. Yəni mən düşünürəm ki, bu material yaxşı deyil bu mebelin. Biz baxırkən də bu mebel var idi deyə dəyişmədik, amma yaxşı bir mebel deyil. Bunların içində azdı, əlavə etmədim. Tam bitsin, sonra əlavə. Artıq saatın gec olduğuna görə, Yusif də yatdığına görə, səs olmasın deyə yatıb sabah davam eləmək qərarına gəldim. Sizin üçün 1 saniyə, mənim üçün isə saatlar keçmiş olacaq. Səhər üz yumaqla günə başlayıram. Aha, bu Faberlicdən aldığım skrabdır. Bununla üzümü yuram. Sonra isə üzümə maska edəcəm. Maskam isə bu idi, qızılı maska. Bunu fırça ilə üzümə tətbiq etdim. Hər hansı bir fırça ilə, lazımsız belə bir fırça var idi. Ondan istifadə etdim. Daha sonra Yusif üçün səhər yeməyi hazırladım. Bugün ona yumurta verəcəm. Yumurtanı belə tvarokla qarışdırıb bişirib verirəm. Üzərinə qoz da əlavə edə bilərsiniz. Və kompresləri də açıb yerinə yığım. O bir kompres çünki bitmişdi. 3-4 tane qalıb. Yarısını açıb qoyacağım. Yerim orada çox olmadığına görə, yarısını isə bitdikdən sonra əlavə edirəm. Görək bunlar necə çıxacaq. Əslində 15-25 kiloqram arası deyir. Yusif 10 kiloqramdır, amma həmişə alanda, yəni üstünə belə kiloqram yazdır. Yaxşı da olur. Yəni biraz geniş götürmək məsləhətdir. Bunlardan istifadə etdirdim Huggies. Amma artıq istifadə etməyəcəm. Qalanı isə bura qoyuram. Sonra lazım olduqca açıb yuxarı qoyacağım. Bu vitamin isə dəri, saç, dırnaq üçündür. Mən əsasən saçım töküldüyü üçün, saçım üçün almışdım. Əslində böyük xeyrini gördüm, yəni saçın tökülməsi bundan sonra yəni biraz dayanıb. Buradan almamışdım mən. Buradakı apteklərdə çox bahadır. 50-60 azin aralığındadır. Türkiyədən almışdıq. Hardasa 30-35 azin aralığındaydı. Yəni yarı qiymət qədər fərq var. Yəni bu bir çox fərqdir. Trend yolda da əslində endirimə düşür. Bəzən 32-40 manat. Və yeməyim də bişdi. Yeməyi çəkə bilmədim çünki biraz tez tələsik hazırladım. Gec uyandığım üçün abed vaxtıydı, ona görə biraz tez hazırladım. Yusif mənim əşyalarımı da dağıdır. Artıq keçib mənim əşyalarımla oynamaq. Dodaq boyaları nəyə görəsə çox xoşlayır oynatmağı, bilmirəm niyə. Bunu Yusif yeyəndə başına keçirtmək üçün almışdım ki, yıxılanda yəni başı əzilməsin. Amma sağ olsun ki, keçirtmədi. Aferin. Və başlayıram evləri pisozlamağa. Daha sonra isə tozları alıb evləri siləcəm. Qızlar, deməli, bəzən iş görürəm və yadımdan çıxır video çəkmək. İşi görüb bitirdikdən sonra yadıma düşür ki, YouTube üçün qısa videolar çəkməliyəm. Belə də olur, yəni, amma yəni mənə elə gəlir ki, yavaş-yavaş
öyrənəcəm bunu da. Bəzən isə belə düz çəkirəm, telefonu düz tutub çəkirəm. Bunda isə YouTube-da heç yaxşı düşmür. Yəni bunu da unuduram. Daha sonra Yusifin paltarlarını yumağa attım. Bu qabdakı olanları isə əvvəlcədən isladıb yumuşdum. Daha doğrusu ləkəli idi deyə, yəni islağa qoymuşdum. Onların ləkəsi gedib sonra paltar yuyanı atıram. Yoxsa təmiz yuyulmur. Yusifin ona gəlib əlini vuracağını bildiyim üçün kilit rejimində qoyuram. Buranı isə demək olar ki, hər gün olmasa belə bir gündən bir yuyuram. Çünki istər-istəməz əl yoruq, üzümü yuyuram, islanıb edir, ləkələr qalır. Bu göstərdiyim məhsul isə Domestos əvəzi istifadə edirəm. Əslində əvvəllər Domestos istifadə edirdim. Amma Domestos'un iyisi çox pis olduğuna görə bundan istifadə. Bunun iyisi demək olar ki, yoxdur. Amma təmizliyi bir qədər Domestos kimidir. Domestos qədər güclü olmasa da, yəni ona yaxındır. Belə işlər görəndə əslində heç vaxt əlimə əlcək geyinmirdim, nə də qab yuvanda. Amma son vaxtlar görürəm ki, əllərim çox quruyur və çatlar yaranmağa başlayır. Zaten əllərim qurudu. Bəzən unuduram, amma çalışıram ki, su ilə təmas edəndə hər zaman əlcək geyinim ki, əllərim daha da qurumasın. Əsasən də belə bu tip məhsullar istifadə edəndə. Qızlar, bir də gələn video nə haqda olsun, hansı mövzuları daha çox sevirsiniz? Məsələn, kargo videolarını daha çox sevirsiniz? Yoxsa təmizlikmi, yoxsa alış-verişmi, gəzməkmi? Bunlar hansını daha çox sevirsinizsə yorumlarda bildirərsiniz. Əslində kargolarım çox olur, kargo videolar çox çəkə bilərəm. Yəni siz hansıları daha çox sevirsiniz, onları yorumlarda bildirərsiniz. Yusifin paltarlarını da yuyulduktan sonra şulkaya sərirəm. Demək olar ki, hər gün Yusifin paltarlarını yuyuram. Çünki gündə 2 dəfə, 3 dəfə paltar dəyişib. Süfrəni də belə dəyişdim. Krayneri sərdim bura. Hər dəfə süfrə tipi şeylər sərirəm. Bu səfər bunu sərdim və bunları qoydum. Bunları qoymasam masa çirklənər. Həm də masa ağ olduğu üçün. Və keçirik tozları silməyə. ABC-nin belə bir Arab sabunundan istifadə edirəm tozları silmək üçün. Bir də bu homon damlası var idi məndə, çoxdan var bu. Onları qarışdıraram bir-birinə, silirəm. Bəzən yəni adi su ilə də yuyub silirəm, amma belə də silirəm. Deməli bu divanın bu yerlərində Yusifin barmaq izləri var. Bura mebelin kimidir, yəni parça, bura bu hissəsi parçadır. Parça hissələrində də tozlar yığıldığı üçün onları da silirəm. Bütün mebellərin üstünü silirəm. Və keçdim güzgüləri silməyə. Deməli güzgüləri Faberlic'in belə bir dəsmalı var məndə. Bu
Bunu deməli sadəcə su ilə yuyub, sıxıb silirəm. Belə gördüyünüz kimi tərtəmiz olur. Yəni başqa əlavə heç bir məhsul vurmağa ehtiyac yoxdur. Burada gördüyünüz kimi Yusifin barmaq izləri, yəni gedə-gələ buna barmağın əlim vurur. Bura yəni həmişə belə olur, amma bunu yəni bir dəfə sildim, yəni tərtəmiz olur. İşlərimi görüb bitirə bilmədim, çünki yemək hazırlamalıydım. Sonra işlərə davam edəcəm. Deməli, qreçka bişirdim. Qreçkanı yəni həmişə mən qaynadıb, üzərinə soğan qızardıb, ət qovur falan edirdim, amma bu daha asan gəlir, artıq belə edirəm. Bir də bu yağı birinci dəfədə alırdım. Bir səhifədə görmüşdüm, tərifləyirlər, amma yaxşı yağ idi həqiqətən də. Deməli, əvvəlcə yağı tavaya qoyuruq, sonra qreçkanı tökürük, biraz onları qovururuq. Sonra pomidor, kök, ədviyyatlar və ət əlavə edib pişməyə qoyuruq. Əvvəldə dediyim kimi, mən belə kökləri tyorkadan və yaxud da doğrayıcıdan keçirib buzluğa qoyuram, elə daha rahat olur. Və qaldığımız yerdən davam edirik. Yusif yatdığı üçün qulaqçıq taxıb işimə davam edirəm. Deməli, Faberlic'in belə bir məhsulu var. Pol silmək üçün ondan istifadə edirəm və yenə də Arab sabunundan istifadə edirəm. Başlayaq yerləri silməyə. Əslində arada bir sirkə ilə də silirəm yerləri. Gündə neçə dəfələrlə bu divanın altından bu toplar çıxıb, yenə də Yusif atır onların altına. Daha sonra Faberlic'in bu çox sevdiyim qoxusundan, otaq təravətləndirici qoxusundan istifadə etdim. Belə pərdəyə vururam ki, qoxusu daha çox qalsın və yastığın üzərinə də vururam. Buranı tez-tez sildiyim üçün, yəni silipin salfetkası ilə silirəm. Çox da çirkli olmur, ayaq altı olsa da, yəni tez-tez silirəm. Çünki Yusif gəlib, orada oturur. Buradan çölü gördüyü üçün elə bilir ki, elə burada oturdu, çölə çıxacaq. Ona görə xoşa gəlir qapının ağzında oturmaqdan. Və yeməyim də hazır oldu, çox dadlı olmuşdu. Siz əgər belə yoxlamamısınızsa, mütləq bir dəfə yoxlayın. Nə qədər Yusif yatıb, mən də yeyim, yeyən hər kəsə nuş olsun. Və əlbəttə ki, iş bitmir. Yedikdən sonra makaronu yuvuram asperoksla. Mən domestos təsadüfən vururam bura. Hər gün, gündə 2 dəfə falan asperoksla yuvuram. Yəni təmiz qalır. Heç ehtiyac da olmur çox da domestosa. Bəzən çay ləkələri qalanda falan vururam. Demək olar, işlərim bitdi. Qabları da yuyacağım. Və artıq gecədir. Mən axşam yeməyi yemişdim, amma biraz acdığıma görə dedim bir dənə tost edim.
Heç bir şey yoxdur içində deyə bilərsiniz, çox sadə deyə bilərsiniz, amma mən belə sevirəm. Və bunu görən yoldaşım əlbəttə ki, o da istədi. Mən yedikdən sonra bir də ona düzəltdim yenidən. Onu çəkməmişəm artıq. Videoma baxan hər kəsə təşəkkür edirəm. Bəyənib yorum yazmağı unutmayın. Hələlik.